Salam, bugün sizə təsriflənməyən formaların, feillərin tərkib yaratması haqqında məlumat verəcəm. Çox uşaq burada problem yaşayır, ayıra bilmir. Ümid edirəm ki, mənim dərs izahımdan sonra rahat bir şəkildə müəyyən eləyə bilərsiniz. Deməli, təsriflənməyən feillərin tərkib yaratması üçün özünə hər hansısa bir sözü qoşması lazımdır. Elə bil həmin o söz onun aslı olmalıdır və xəbərlə əlaqəsini kəsməlidir. Gəlin cümlələrə baxaq, sizə daha aydın olacaq. Məsələn, deyirəm ki, o dərsi oxumadan danışdı. Nə etdi? Danışdı. Nə etdi? Deməli, nə etdi? Danışdı. Kim? O. Nəyi danışdı? Dərsi. Necə danışdı? Oxumadan. Və görürsünüz, oxumadan sözü burada tək qalıb. Özünə hər hansısa bir sözü əlavə etməyib. Tək qaldığına görə deyəcəm ki, burada birləşmə yoxdur. Yəni, təkdirsə necə birləşmə yaratsın? Yaşamaq yanmaqdır, yanasan gərək. Nədir? Yanmaqdır. Nə? Yaşamaq. Yaşamaq da, yanmaq sözü də tək qalıblar. Özlərinə hər hansısa bir sözü aid etməyiblər. Hər hansısa bir söz onlardan asılı deyil. Ona görə deyəcəm ki, bu da tərkib yaratmadır. Burada tərkib yoxdur. Əli yeməyi doyunca yedi. Nə etdi? Yedi. Kim? Əli. Nəyi? Yeməyi yedi. Nə qədər yedi? Doyunca yedi. Və görürsünüz, yenə tək qaldı. Hər hansısa bir sözü özünə aid etmədi. Yəni, tək qalırsa, biz deyirik ki, burada tərkib yaradılmayıb. Eyni zamanda köməkçi nitq hissələrinə qoşulsa belə tərkib yaratmış olmur. Çünki müstəqil mənalı hər hansısa bir nitq hissəsinə qoşulmalıdır ki, tərkib yaratsın. Nə etdi? Getdi. Kim gedib? Əhməd gedib. Hara gedib Əhməd? Bakıya gedib. Bakıya nə məqsədlə gedib? Bu məqsədi nə idi? Oxumaq üçün gedib. Oxumaq məqsədi var imiş. Və görürsünüzmü? Gələcəklə bağlıdır. İnşallah zərflik bölməsində bu haqda geniş şəkildə danışacağam. Gördüyünüz kimi köməkçi nitq hissəsinə birləşib, amma tərkib yaratmış olmayıb. Bunların heç birində tərkib yaratmadı. İndi keçirik digərlərə baxmağa. Evə gələndə onu gördü. Nə etdi? Gördü. Kimi? Onu. Nə zaman onu görüb? Evə gələndə. Baxın, evə gördü deyə bilmirəm mən. Gördüyünüz kimi məzmunsuz olur. Yəni, mənim demək istədiyim bayaqları buydu ki, əsas feilin əlaqəsini itirsin. Əsas feilin əlaqəsini itirirsə, deməli, tərkib yaratmış olur. Evə gördü demək olur. Əsas feilin əlaqəsini itirdi, amma evə gələndə sözü ilə əlaqələndi. Və eyni suala cavab verdi, eyni bir cümlə üzvü oldu. Deyirəm ki, tərkib yaratdı. Çünki ev isimdir, gələndə feili. İki müstəqil mənalı söz birləşdi, bir tərkib yaratdı, bir feili birləşmə yaratmış oldu. Dərslərini vaxtında oxuyan tələbə istədiyinə nail olur. İndi, bax, kim nail olur istədiyinə? Tələbə. Hansı tələbə? Dərslərini vaxtında oxuyan. Dərslərini oxuyan, vaxtında oxuyan və gördüyünüz kimi oxuyan sözü ilə dərslərini və vaxtında əlaqələndi. Dərslərinə nail olur deyə bilmirəm. Vaxtında nail olur deyə bilmirəm. Məzmunsuz olur. Çünki bunlar oxuyan feili ilə əlaqələniblər. Bu zaman deyirəm ki, bəli, feili sifət tərkibi var. Feili sifət tərkib yaratdı. Bayaqları feili bağlama tərkibi yaratmışdı. O dərslərin vaxtında oxuduğu üçün imtahandan yaxşı qiymət aldı. Kim imtahandan yaxşı qiymət alıb? O. O, nə səbəbə imtahandan yaxşı qiymət alıb? Dərslərini vaxtında oxuduğu üçün. Dərslərini oxuduğu üçün əlaqələndi. Vaxtında oxuduğu üçün bundan əlaqələndi. Amma dərslərini qiymət aldı, vaxtında qiymət aldı demək olmur. Məzmunsuz olur. Hər biri oxuduğu feilinə əlaqələnir. Buna görə deyirəm ki, bəli, burada deməli bir tərkib var. Çünki əlaqələnməlidir. Və özünə həmin baxın bu sözləri, dərslərini və vaxtında sözlərini bir növ özünə aid edib, asılı vəziyyətə salıb. Göz görə-görə yalan dedi. Nə etdi? Dedi. Nəyi dedi? Yalanı dedi. Yalanı necə dedi? Göz görərək. Gördüyünüz kimi burada da bir tərkibimiz var. Eyni zamanda məqsədimiz imtahandan keçməkdir deyirəm. Nədir imtahandan keçməkdir? Nə məqsədimiz? Tutalım ki, siz şübhələnirsiniz, müəyyənləşdirə bilmirsiniz. Bu zaman nə edirsiniz? Buradakı dir, xəbəri şəkilsini müəyyənləşdirdiyiniz mübtədan üzərinə əlavə edirsiniz. Məqsədimizdir. Nə? İmtahandan keçmək. Yəni, bu şəkildə yerin dəyişib də tərkibi müəyyən eləyə bilərsiniz. Şübhəli qaldığınız vaxt. Oldu mu? Yəni, çox rahatdır. Buradakı dir şəkilçisini mübtədan üzərinə əlavə edeyim. Məqsədimizdir
Nə? İmtahandan keçmək. Deməli, imtahandan keçmək bir tərkib yaradıbmış. Sonra digərinə baxaq. Həmçinin ol, et və billə də deməli tərkib yaratmaq olar. Bu zaman nəyə diqqət etməliyik? Ol, et və bilə hər hansı bir müstəqil mənalı söz qoşulsun və yaxud da ki, bunlar sadə fe'l olsunlar. Mürəkkəb söz olmasınlar. Gəlin baxaq. Yaxşı olmağa çalışırdı. Gəlin indi bunlarla bağlı olan cümlələrə baxaq. Yaxşı olmağa çalışırdı. Nə edirdi? Çalışırdı. Nəyə çalışırdı? Yaxşı olmağa. Burada deməli, yaxşı olmaq mürəkkəb bir fe'ldir. Mürəkkəb bir sözdür. Bir dənə sözdür də. Bax, görürsünüz, hər hansı bir sözü özündən əvvəl, hər hansı bir sözü özünə aid eləyə bilmədi. Tək qaldı. Ona görə deyirəm ki, burada tərkib yaratmadı. İnsan olmaq çətin işdir. Nədir işdir? Necə işdir çətin olmaq? Nə? İnsan olmaq. İnsan olmaq burada deməli bir dənə sözdür. Özünə hər hansı bir sözü əlavə etməyib. Sadə fe'ldə deyil. Gördüyünüz kimi mürəkkəb bir sözdür. Mürəkkəb fe'ldir. Ona görə deyirəm ki, xeyr, burada da tərkib yaranmadı. Baxın, diqqətli olun. Hər ol, et, bili görəndə deməli, bunu siz birləşmə götürməyin. İndi digərlərinə baxaq. Burada yazılıb ki, yaşlılara kömək etmək üçün gəlmişdi. Deməli, bunun bir məqsədi var imiş. Nə etmişdi? Gəlmişdi. Nə məqsədə gəlmişdi? Yaşlılara kömək etmək üçün. İndi gəlin baxaq. Kömək etmək özü bir dənə fe'ldir. Üçün də heç qoşmadır. Bu tərkib yarada bilməz. Amma yaşlılar nədir? Sifətdir. Bu da bir dənə sözdür. Gördüyünüz kimi, iki dənə müstəqil mənalı söz var və bir-biri ilə əlaqələniblər. Mən deyəcəm ki, bəli, bu vaxt deməli, tərkib yaradıb demək olar. Nə etmişdi? Gəlmişdi. Nə məqsədə gəlmişdi? Baxın, bir dənə suala cavab verir. Yaşlılara kömək etmək üçün. Təkcə kömək etmək olsaydı, yaşlılar sözü olmasaydı, mən deyərdim ki, burada tərkib yoxdur. Amma kömək etməyin əvvəlində yaşlı sözü olduğuna görə deyirəm ki, bəli, artıq burada bir tərkib yaranıb. Diqqətli olun belə şeylərdə. İndi keçirəm digərinə. Mən bu haqda sizə geniş şəkildə danışmışdım. Olmaq deməli, yaşamaq, iştirak etmək mənasında müstəqil fe'l olurdu. Etmək, yerinə yetirmək mənasında müstəqil fe'l olurdu. Gəlin baxaq. Şəhərdə olmaq ən böyük arzusu idi. Şəhərdə yaşamaq. Baxın, görürsünüz, üzərinə xətt çəkək. Şəhərdə yaşamaq demək olurmu? Olur. Deməli, buradakı sadə fe'ldir. Olmaq fe'ldir. Bir dənə fe'limiz, bir dənə sözümüz var. Olmaq. Ondan sonra bir dənə də şəhərdə ismimiz var. İki dənə müstəqil mənalı söz birləşdi və deyirik ki, bəli, burada tərkib var. Şəhərdə yaşamaq ən böyük arzusu idi. Öz işində peşəkar olmaq hər kəs üçün lazımdır. Nədir lazımdır? Kim üçün? Hər kəs üçün. Hər kəs üçün nə lazımdır? Öz işində peşəkar olmaq. Baxın, görürsünüz, peşəkar olmaq fe'linə öz əvəzliyi və işində ismi qoşulub, ondan asılı olublar. Eyni suala cavab verdilər, eyni cümlə üzvü oldu. Fikir verirsinizmi? Bir dənə, yəni, baxın, bu şəkildə qeyd etmiş olduq ki, bu mübtədədir. Hər biri də tərkibin daxilindədir. Ümid edirəm ki, bunu anladınız. Çətin bir şey yoxdur, rahatdır. Sonra frazoloji birləşmələrlə də tərkib yaratmaq olur. Necə? Gəlin baxaq. Diqqət yetirin. Frazoloji birləşmə tək olanda tərkib yaratmış olmayacaq. Uzaq başlı məsəlin, fe'li sifətin və fe'li bağlaman şəkilsini qəbul edək ki, deyərək ki, bu fe'li sifət şəkilsini qəbul edib, fe'li bağlama şəkilsini qəbul edib, bu şəkildə deyə bilərik. Amma tərkib yarada bilməz, tək olduğu zaman. Efirə qoşulmaq üçün zəng vurdu. Nə məqsədə zəng vurub bu? Efirə qoşulmaq üçün. Baxın, efirə qoşulmaq frazoloji birləşmədir. Üçün qoşması var. Bilirik ki, bu tərkib yaratmaz. Əvvəlində müstəqil mənalı söz yoxdur. Deməli, tərkibimiz də yoxdur. Həsrətini çəkməkdən saralıb solmuşdu. Deməli, nə səbəbə saralıb solub bu? Həsrətini çəkməkdən. Yəni, niyə, nə üçün bu saralıb solub? İndi baxırıq. Deməli, həsrətini çəkməkdən bu frazoloji birləşmədir və baxıram ki, əvvəlində yoxdur heç bir şey. Bu şəkildə olanı deyirik ki, frazoloji birləşmə tərkib yaratmayıb. Diqqətli olun. İndi keçirik digərinə. Aytənin xətrinə dəyməmək üçün susdu. Baxın,
Xətrinə dəymək frazeoloji birləşmədir. Bunun əvvəlində AİT-nin ismi var və bununla əlaqələnib. AİT-nin xətrinə dəyməmək üçün. Bax, görürsünüzmü? Nə etdi? Susdu. Nə məqsədə susub bu? AİT-nin xətrinə dəyməmək üçün. Xətrinə dəyməmək frazeoloji birləşmə, mürəkkəb feil, bir dənə də isim birləşdi və deməli bu məsdər tərkibini yaratmış oldu. Diqqətli olun. Əlinin canı sıxılanda bir işə yaxın durmurdu. Deməli, baxın, əlinin canı sıxılmaq özü frazeoloji birləşmədir və əvvəlində əlinin ismi var, müstəqil mənalı bir sözdür, iki dənə söz birləşdi və deməli, feili bağlama tərkibini yaratdı. Nəyə yaxın durmurmuş? İşə. İşə nə zaman yaxın durmurmuş? Əlinin canı sıxılanda və gördü, zaman zərfliyi yaratdı. Onun cibi boşalanda gələr. Nə edər gələr? Nə zaman gələr? Cibi boşalanda. Cibi boşalmaq özü frazeoloji birləşmədir. Ona onun əvəzi əlavə edilib. Bir dənə söz və bu da yaratdı feili bağlama tərkibini. Gördüyünüz kimi, yəni bir dənə söz olanda necə tərkib yaratsın? Bunu ən azından bir dənə də söz qoşulmalı, müstəqil mənalı əlbəttə ki, köməkçi nitq hissələri nəzərdə tutmuş olmuram. Deməli, bu da oldu bizim tərkiblərimiz. Dərsimiz bu qədərdir. Ümid edirəm ki, sizə aydın oldu. Əslən qalsa elə də çətin bir dərs deyil. Sadəcə olaraq diqqətli olmalısınız. Yəni, məntiqi tutandan sonra yazmaq çox rahatdır. Sual verin. Ondan sonra həmin o şübhələndiyiniz sözün əvvəlinə baxın. Onun əlaqələnən bir sözün olub-olmamasına fikir verin. Bu şəkildə yenə tərkib yaratmış olur. Bugünlük bu qədər. Sağ olun. Ümid edirəm ki, sizə aydın oldu.